Hər vaxtınız xeyir olsun əziz müəllimlər. Necəsiz? Ümid edirəm ki, hər biriniz yaxşısınız. Mən Almaz müəllimə bu gün sizinlə birlikdə yeni nəşr Time test toplusundan əvəzlik bölməsinin izahına baxacağıq. Növbəti izahlardan xəbərdar olmaq istəyirsinizsə, kanala abunə olmağı, eləcə də videonu bəyənməyi unutmayın. Hazırsınızsa başlayaq. Bir də əvəzlikləri düzgün şəkildə yerinə yerləşdirəcəyik. Gəlin cümləyə baxaq. The class is planning a party for the last day of school. Class kollektiv isimdir. Xəbərini təkdə veribdir, ola bilər. Digər tərəfə gəldikdə boşluqdan sonra nə gəlibdir? Going to bring many kinds of food and invited some invite. Xəbərimiz cəmdir. Cəmdirsə deməli əvəzliyimiz cəm olmalıdır. Təkləri ataq getsin. Digər tərəfə gəldikdə nə verə bilərik? C mi yoxsa I variantı mı? Some of. Some birləşməsinin, yəni some əvəzliyi ofsuz istifadə olunur. Yəni a lot of-un yanında of-u var, a number of birləşmənin özündədir. Amma some of-u kənardan gətirir, birləşmənin özündə deyil. O zaman kənardan gəlirsə, mütləq of-dan sonra hər hansı bir təyin edici olmalıdır. Artikl ola bilər, işarə əvəzliyi ola bilər, yiyəlik əvəzliyi ola bilər. Əsas odur ki, ismin qarşısında nəsə bir şey gəlsin. Bu, məsələn, many-yə də daxildir. Many, əgər of gətirəcəksə, of-dan sonra başqa bir təyin edici də qoymalıdır. Niyə? Çünki birləşmənin özündə of yoxdur. Amma plenty of desək, a number of, the number of, a lot of, burada artıq birləşmənin özündə olur deyə of-dan sonra hər hansı bir təyin edici qoymağa ehtiyac yoxdur. Deməli, burada bizə bir dənə təyin edici lazımdır. O zaman E variantında yoxdur. Doğru variantımız C variantı. Cəm əvəzliklərdə də davam edirik. 2-yə gəldikdə, after emerging from the water, an anhinga tosses the fish into the air and catches, balığı havaya atır, balıqdan söhbət gedir. Deməli, balıqdan söhbət gedirsə, mənə obyekt əvəzliyi lazımdır. Asını ataq. Bir balıq deyir, itlə geri dönüş edəcək. Digər tərəfə gəldikdə isə boşluqdan sonra isim var. İsim varsa mənə aslı yiyəlik əvəzliyi lazımdır. O da doğru variantımız B variantı olacaq və ilk olaraq elə başından tutur. Udur. 3-ə gəldikdə very few will have learned of söz önündən sonra obyekt əvəzliyi lazımdır. Aslı yiyəlik əvəzliyi qaydaşı ataq. Digər tərəfə gəldikdə isə yenə söz önü var. Söz önündən sonra bizə nə lazımdır? Yiyəlik ataq, qaydışın özü ilə geri dönüş edəcək. Cümlənin mübtədasına baxıram. Nədir cümlənin mübtədası? He. He'yə görə qaydışımız təbii ki, B variantı olacaqdır. Davam edirik 4-lə. You and your classmate are talking to. Sən və sinif yoldaşın, deyərik, birinizlə danışırsınız. Cümlənin mübtədası yourself qoya bilmirəm. Çünki yourself cümlənin sadəcə you olsaydı yourself-la geri dönüş edərdim. Cümlənin mübtədası sən və sənin sinif yoldaşın. Kim? Siz. Siz deyiriksə themselves-lə geri dönüş edə bilməyəcəyik. Ona görə bunu da atacağıq. Digər tərəfə gəldikdə sən özünü təqdim etdin. Cümlənin mübtədası you'dursa, deməli cümlənin mübtədasına uyğun olaraq təbii ki yourself-la davam edirik. O zaman siz ikiniz bir-birinizlə danışırsınız. Birinci tərəfdə iç aiz olacaqdır. İkinci tərəfdə isə cümlənin mübtədası you olduğuna görə yourself-la geri dönüş edirik. Davam edirik 5-lə. 5-ə gəldikdə every year the bank sends boşluqdan sonra isim var. İsim varsa mənə aslı yiyəlik əvəzliyi lazımdır. Hers müstəqil, my müstəqil, him obyekt əvəzliyi. Ya my ya da his olacaqdır. Təbii ki, onun həyat yoldaşı his kişi cinsi olduğuna görə deyə bilmirik. Her olsaydı demək olardı. Həm də ki, and bağlayıcısı. And bağlayıcısının əvvəli feildən sonra gəlibdir. Nə götürəcəkdir? And bağlayıcısının əvvəlində onun həyat yoldaşına kimə tamamlıq var? O zaman bizə də nə lazımdır? Tamamlıq mövqeyində çıxış edən obyekt əvəzliyi. Doğru variantımız C variantı. Hər il bank mənim həyat yoldaşım və mənə böyük bir miqdarda kart çeki göndərir. Doğru variantımız C.
After work, Mr. Gray asked to speak to him and işdən sonra Mr. Gray Tim və mənimlə danışmaq istədi. Obyekt əvəzliyi lazımdır. Me ilə davam edəcəyik. About the company new policies. Şirkətin yeni siyasətləri haqqında danışmaq istədi. He explained, o izah elədi. Nəyi? Policies sözünə görə demlə davam edəcəyik. Onların, yəni yeni siyasətləri ikinci tərəfdə dem olacaqdır. Kimə? Bizə. Us. Və digər tərəfdə boşluqdan sonra isim olduğuna görə aslı yerik əvəzliyi lazımdır. Və bizim fikrimizi soruşdu. Our opinion. E variantı. 7. When I entered the room, I saw her sitting alone. She was talking. Talk fiili nə ilə istifadə olunacaq? To ilə. Otağa daxil olanda o tək başına oturub özü ilə, yəni tək başına danışırdı. Digər tərəfə gəldikdə isə there are special classes for who varsa who-dan əvvəl bəli those ifadəsi istifadə olunacaqdır. 8. Thanks for such a lovely evening. We really enjoy cümlə mübtədası və isə ourselves ilə geri dönüş edəcəyik. Həqiqətən də yaxşı bir vaxt keçirdik. Digər tərəfə gəldikdə isə heç uzun zadı oxumağa ehtiyac yoxdur. Z-dirsə, Z-yə görə themselves ilə geri dönüş edirik. B variantı. 9-da isə how do you like my spider web decoration? Mənim hörümçək toru dekorasiyamı necə bəyəndin? I made them. Deməli, cümlə mübtədası nədir? I'dir. O zaman qayıdış əvəzliyimiz necə olacaqdır? Myself. Onları mən özüm etmişəm. Digər tərəfə gəldikdə isə I don't want us to have to eat all this food by. Mən istəmirəm ki, bütün bu yeməkləri biz özümüz yeməli olaq. As sözünə görə ourselves ilə geri dönüş edirik. D variantı. Davam edirik 10-cu sualla. Bizə doğru variant lazımdır. A polar bear's ability to smell prey over a mile away is important to its survival. Qütb ayılarının ovlarını uzaq məsafədən qoxlaması onların sağ qalması üçün vacibdir. Boşluqdan sonra isim olduğuna görə it's bitişik olmalıydı. Yanlış. B variantına gəldikdə Texas is a leading producer of petroleum and natural gas. Texas neft və təbii qazın istehsalında aparıcıdır. It is one of the world, it is necə olacaqdı? Apostrofla olmalıydı. Çünki o deyir ki, neft istehsalına görə dünyanın ən böyük neft saxlama ərazilərindən biridir. It is apostrofla verilməliydi. C variantına gəldikdə the research team tracked the migration of the whales to understand its impact of their feeding habits. Tədqiqat qrupu balinaların miqrasiyasını izləyərək onların yemə vərdişlərinin olan təsiri anlamağa çalışırdı. İsim olduğuna görə it's yenə bitişik olmalıydı. D variantında public art has many different forms and functions. İctimai incəsənətin bir çox forma və funksiyaları vardır. Both when it is created, yarandığı gündən it's apostrof olacaqdı. Eləcə də mövcud olduğu, digər tərəfdə də boşluqdan sonra isim olduğuna görə bitişik it's-dən istifadə edirik. O zaman doğru variantımız təbii ki E variantı olacaqdır. Thus, it is normal for children to speak before the age of 3. Baxmayaraq ki, 3 yaşdan əvvəl danışmaq uşaqlar üçün normaldır, ancaq Einstein təxminən 4 yaşına qədər heç ilk sözünü belə deməmişdir. E variantımız doğru. 11. I have a wonderful family. Möhtəşəm bir ailəm var. I love fiil. Fiildən sonra mənə obyekt əvəzliyi lazımdır. Okay, it veribdi. Yenə davam edək. Very much and və onlar da məni sevirlər. D variantında D-yə görə xəbərə S əlavə edib yanlış. Digər tərəflərə gəldikdə bir tərəfdə it verib, digər tərəfdə Z ilə davam edə bilmirəm.
Bu da yanlışdır. Yenə them verib itlə davam edə bilmirəm. Bu da yanlışdır. Ya A ya B olacaqdır. Təbii ki, hər bir ailənin fərdi nəzərə alındığı üçün doğru variantımız B variantı olacaqdır. I love them. Mən onları sevirəm. Ailənin tərkibindəki hər bir fərd nəzərə alınır və onlar da məni sevir. 12. Our house is almost the same as ifadə. Bizim evimiz demək olar ki, qonşumuzun evi kimi eynidir. The same as bir ifadədir. Digər tərəfə gəldikdə, the only difference, yalnız görünüşdə tək fərq nə olacaq? Yaxşı, deyək ki, the other difference demək istəyirik. B variantını saxlayaq. Okay. Gəlin cümlənin davamına baxaq. Is that ours is grey but theirs is white. Görünüşdə digər fərq mi deyərik, yoxsa görünüşdə tək fərq? Təbii ki, the only ifadəsindən geri dönüş edirik. E variantı doğru. Əgər article only sözündən əvvəl istifadə olunacaqsa, only həmin cümlədə sifət mövqeyində çıxış edəcəkdir. Əgər article only-dən əvvəl istifadə olunubsa, only sifətdir. Only-dən sonra istifadə olunanda isə artıq o adverb funksiyasında çıxış edir. 13. Tom and Jack blame. Tom və Jack ya deyəcək bir-birlərini günahlandırır, ya da ki, özlərini günahlandırır. 1 və 2. Niyə digərləri olmaz? Apostrof S yəliyə düşübsə, özündən sonra isim gəlməlidir. 14. The officer rode 70 kilometers to home city. Boşluqdan sonra isim var, aslı yer əvəzliyi lazımdır. Müstəqil atacağıq, obyekt atarıq. Evinə 70 kilometr yol qət etdi, yəni doğma şəhərinə, home city. Boşluqdan sonra isim var və cümlənin ibtidası canlıdır deyə it's deyə bilməyəcəyik. Ya B ya da C olacaqdır və daha sonra ondan sonra 10 söz öndən sonra da bizə qayıdış lazımdır. Cümlənin mübtədası canlı olduğuna görə təbii ki, B variantı doğru variant olacaqdır. 70 kilometr məsafəni qət edir və sonra isə silahı özünə doğruldur. Davam edirik 15-də. Help yourself to be welcome to take something. Behave yourself to be good. Özünü yaxşı aparmaq. She lives by herself. Tək yaşamaq. To be alone without anybody. Make yourself at home. Rahat ol. Özünü evindəki kimi hiss elə. B, A, D, C. A variantı. 16. Are these boşluqdan sonra glasses? İsim olduğuna görə bizə aslı gəlik əvəzliyi lazımdır. Müstəqili ataq. Deməli, bunlar sənin eynəklərindir və ya deyək ki, onun eynəkləridirmi? Sual verir. Hələ birinci hissədə nə qoyuruq bilmirik. Digər tərəfə gəldikdə isə no, they are. Yox, onlar. Bu tərəfdə müstəqil lazımdır. Yenə müstəqillər var. Saxlayırıq. She really needs. Onun həqiqətən ehtiyacı var. Boşluqdan sonra isim. Nəyə? Eynəyinə. She dediyinə görə her-la davam edəcək. O zaman sual veririk. Bu sənin eynəyindir. Bu da qarşılığında nə deyəcəkdir? Yox. Bu onun eynəyidir və onun eynəyinə ehtiyacı var. Doğru variantımız D variantı. 17. Emphatic pronounsu bizdən istəyir. Emphatic pronoun cümlənin mübtədasının yanında qayıdış əvəzliyinin istifadə olunmasıdır. Cümlə sonunda gəlibdir, feildən sonra gəlibdir, feildən sonra gəlib, feildən sonra gəlib. Cümlənin mübtədasının yanında gələn E variantı. 18. Most of national parks baxırıq. Burada yanlış olan nədir? Ekstra söz nədir? Təbii ki, of olacaqdır. Of olacaqdır. Niyə? Çünki yenə mostun yanında of yoxdur. Kənardan gətiririk. Gətiriksə ofdan sonra z qoyacaq. Z yoxdursa elə ofa da ehtiyac yoxdur. 19. People who take care of. Deməli, insanlar, hansı insanlar? Öz qeydinə qala bilən insanların daha better chance deyək ki, sağlam qalma şansları daha çoxdur, daha yaxşıdır.
Kim? İnsanlar. Hansı insanların? Özləri öz qeydinə qalan insanlar. Themselves olacaqdır. Digər tərəfə gəldikdə isə who var. Who əvvəlində nə gətirər? Bəli, those istifadə edir. Digər tərəfə gəldikdə cümlənin ibtidası Sally. Qadın olduğuna görə herself-la davam edirik. Sally loteriyanı udanda özünü çimdiklədi ki, bunun yuxu olmadığına əmin olsun. 20. Can I have some tea? Sual cümlələrində bəli, can əvvələ keçiciydi. Some students like to read the whole text quickly. Bəli, bu da doğrudur. Some özündən sonra cəm isim gətiribdi. It can take some practice. Some sayılmayan isimlərlə də istifadə olunur. Sometime bilinməyən hər hansı bir zaman. Doğru. Digər tərəfdə yenə some extent özündən sonra sayılmayan isim doğru. Some evening hər hansı bir axşam, bu da doğru. Bütün ifadələr doğrudur. Some sual cümlələrində o zaman istifadə olunar ki, təklif xahiş ifadə etsin. Digər tərəfdə some zaman ifadə edən sözlər istifadə olunanda hər hansı mənasını ifadə edəcək. Hər hansı bir gün, hər hansı bir axşam və s. 21. Cümlədə nə var? If var. If olan cümlələrdə adətən biz enilərlə geri dönüş edirik. Ona görə digərlərini ataq. Okay. Əgər kimsə yaxşı bir həkim olmaq istəyirsə, o zaman onlar həm səbirli olmalıdırlar, həm də güclü bir əxlaqi dəyərlərə sahib olmalıdırlar. Və biz bilirik ki, törəmələrdir, eləcə də içdir, person ifadəsidir. Bunlar ikinci tərəfdə yəni onlara isnad edən hər hansı bir əvəzlik gələcəksə, mütləq həmin əvəzliklər cəmdə olmalıdır. Yəni biz they, them, themselves bu kimi ifadələrdən geri dönüş etməliyik. Nə zaman bir törəmələr gələrsə, hansı ki onlar canlıları ifadə eləyir, iç əvəzliyi gələcəksə, evr əvəzliyi gələcəksə, bununla bərabər person sözü gələcəksə, ümumi anlamda istifadə olunur, bütöv bir sinifi ifadə edir. Ona görə də ikinci tərəfdə biz cəmdə ifadə edən əvəzliklərdən istifadə etməliyik. Ona görə burada she verə bilmirik. Z ilə davam edəcəyik. 2-yə gəldikdə isə cədvələ əsasən heyət come together bir araya gəlməlidir. Every other week. Hər bir həftədən bir. Every other məsələn bir bu həftədirsə, gələn həftə keçir, bir də o biri həftə. Arada bir həftəni fasilə verməklə. Hər bir həftədən bir araya gələrək əsas ofisdə problemləri müzakirə edirlər. Müzakirə etmək üçün bir həftədən bir araya gəlirlər. Doğru variantımız E variantı olacaqdır. 22. 22-yə gəldikdə the wildlife of region. Necə isimdir? Sayıla bilən isimdir. Bizə nə lazımdır? Olu verə bilmirik. Ol özündən sonra cəm isim qəbul edəcəkdir. Ona görə ataq. Daha sonra digər tərəfə gəldikdə isim gəlibdir. Azros ifadəsini atacağıq, özündən sonra isim götürmür. Daha sonra nə deyə bilərik? E isə özündən sonra tək isim götürür, amma species sözünün təki cəmi eynidir deyə saxlayaq onu. Bu konkret 2 rəqəmə isnad eləyir. Burada konkret 2 isnad edəcək bir şey olmadığına görə D variantını da götürdük. O zaman ya A olacaq ya da E variantı. Təbii ki A variantı ilə geri dönüş edəcəyik. Bütün bölgənin vəhşi həyatı təhlükə altındadır. A variantı doğru variant olacaqdır. Və onların bəzi nadir növləri vardır ki, nadir heyvan növləri vardır ki, onların artıq nəsli kəsilib. (23) 23-də yenə düzgün formada vəzlikləri yerləşdirəcəyik. When the little boy grabbed the lizard, deməli, balaca olan kərtənkələni tutanda onun quyruğu nə kərtənkələ? O zaman bizə aslı yəlik lazımdır, yəni it's-la geri dönüş edəcəyik. Onun quyruğu onun əlində, yəni oğlanın əlində qopdu. Bitişik, deməli his olacaq. Birinci tərəfdə bitişik it's, ikinci tərəfdə his olacaqdır. Digər tərəfə gəldikdə Karen William never took lessons, heç vaxt dərs almayıbdı. Pianonu necə ifa etmək lazımdır? Onu özünə öyrədibdir. She-yə görə herself olacaqdır. 3-də no one else. Heç kim onun kimi kəsmədiyinə görə həmişə saçımı Johnsona kəstirirəm bir variantı. Aha, 24. 24-də yenə nə deyəcəyik? Baxaq. Okay. That piece of cake was tasty. Tort dilimi dadlı idi.
Məncə mən daha birini istəyəcəm. O zaman daha biri başqasında, daha başqa mənasında ən az ifadəsindən geri dönüş edirik. Digər tərəfə gəldikdə isə other days, digər günlər, bəzi günlər günəşli olsa da digər günlər yağışlı, çox yağışlı olacaqdır. Deməli, samla başlayan cümlələr bəli, other ilə davam edəcəkdir. Digər tərəfə gəldikdə isə the other ifadəsi. The other nə idi? Dedik ki, iki əşyadan, iki şəxsdən danışırıq. Biri haqqında məlumat veririk. Yerdə qalan bir nəfər the other ifadəsini olacaqdır. Doğru variantımız C. 25-ə gəldikdə isə they don't pay. Pay özündən sonra obyekt əvəzi istəyəcəkdir. Aslı yəli ataq getsin. Digər tərəfə gəldikdə so I'm looking around. Mən özüm üçün daha yaxşı bir fürsət axtarıram. Cümlənin ibtidası nədirsə qayıdışı olar. Deməli, o zaman myself-a geri dönüş edirik. Birinci tərəfdə də me olacaqdır. Digər tərəfə gəldikdə özündən sonra isim varsa aslı yəlik əvəzləyir. Mən onun saatını və bir dənə divar saatı otaqda gördüm və onların hər ikisi dayanmışdı. Doğru variantımız B variantı. Deməli, 9-a 20 dəqiqə qalmış, dayanmışdı. 26-ya gəldikdə there is a commercial coming up. Bir reklam gəlir. It is deyirsə təkrarla davam edəcək. Those deyirsə ataq getsin. That's why-də cümlənin mənasına uyğun gəlmir. Digər tərəfə gəldikdə if var. Nə deyəcəkdi? Neither of you, heç biriniz bu cəngəllikdən sağ çıxa bilmərsiniz. Əgər başqa kiməsə kömək etməsəniz yox, bir-birinizə kömək etməsəniz, doğru variantımız D variantı. Cümlədə inkar varsa, samı verə bilmirik biz. İnkardan sonra anyone-un törəmələri gələr. Digər tərəfə gəldikdə although in the team was deyirsə, xəbərim təkdirsə, tək olmalıdır. Törəmələrdən davam edirik. Although varsa, bir tərəf təsdiq olur, digər tərəf inkar olur. A variantında hər iki tərəfə no one, nobody, hər iki tərəfə inkar qoyub ola bilməyəcəkdir. B də uyğun gəlir, E də uyğun gəlir. Hansı ilə davam edərik? Was iki şeyi istinad edir. Burada bizə konkret iki nəfərdən danışmır. Ümumiyyətlə komandanın üzvlərindən danışır. Ona görə bunu da siləcəyik. Doğru variantımız D variantı olacaqdır. 28. 28-də isə we hope doctors may someday be able to diagnose like cancer with more than a quick swab of the mouse. Biz ümid edirik ki, həkimlər bir gün ağciyər xərçənginin diaqnozunu ağızdan alınan o yaxmadan daha artıq bir şeylə, yəni ağızdan götürülən yaxmadan daha artıq bir üsulla diaqnozunu qoya bilərlər. Deməli, bu təsdiq olmalıdır. Burada təsdiq bir şey olmalıdır. Nothing-i atıram. Anything adətən inkardan sonra istifadə olunub, bunu atacağıq. Everything, somewhere ümumiyyətlə harasa məkan ifadə edəcək, bunu atırıq. Ya A, ya B olacaqdır. Ümid edirik ki, həkimlər hər hansı bir üsulla, hansı ki yaxmadan daha artıq olan hər hansı bir üsulla diaqnozunu qoya bilərlər. Everything, hər şey, something, nəsə bir şey, yəni yaxmadan artıq olan nəsə bir şeydən istifadə edək diaqnoz qoya bilərlər. Bunu saxlayaq, bu uyğun gəlir. Digər tərəfə gəldikdə isə not only graduated, nəinki deyək ki, magistrlar, həmçinin bakalavrlar da özlərini çətin bir vəziyyətdən tapacaqlar ki, hansı ki bu vəziyyətdən xilas ola bilməyəcəklər. Təbii ki, burada da not only but also da themselves-lə geri dönüş edirik. Doğru variantımız B variantı olacaqdır. 29-a gəldikdə isə 29-da nəyə diqqət yetirəcəyik? You won't see many, qarşısında təyin edici var. Təyin edici varsa the other-lara ehtiyac yoxdur. İsim var. İsim varsa others da özündən sonra isim gətirmədiyinə görə atırıq. Və people cəmdə olduğuna görə an other da götürə bilmirik. Digər tərəfə gəldikdə isə bu tərəfə girəcəyik. Deməli, burada da nəyə diqqət yetirəcəyik? You won't see many other people there at this time of year. İlin bu vaxtında. İlin bu vaxtında. İlin o vaxtında yox, ilin bu vaxtında zislə davam edəcəyik. Digər tərəfə gəldikdə isə nə olacaqdır? Bir cümlədə iki inkar təbii ki olmayacaq deyə nanı da atırıq. Doğru variantımız A variantı. Aha, 28 B, 27 B, 29 A variantı doğru variantımızdır. 30.
Someone has been calling and saying cümlədə mübtəda. Üzr istəyirəm, xəbər. Xəbərin qabağında nə olacaqdır? Mübtəda. It has götürərdi. Them obyekt əvəzi idi. Feildən sonra gəlir. Everydə təkcə istifadə olunur. Bilmir isimlə gələcək. İsimlə gəlsə belə xəbər təkdə olardı. Biz demişdik ki, törəmələr canlıları ifadə edərsə, onlara istinad eləyən söz necə olmalıdır? Təbii ki, cəmdə olmalıdır. Ona görə Z-yi saxlayırıq. Digər tərəfə gəldikdə hello Henry, Kate, Peter. Salam, 3 nəfəri deyir Henry, Kate, Peter. Yeməyə qonaq olun. Qonaq olmaq nə idi? Help yourself. Və burada 3 nəfər dediyinə görə artıq biz yourself-la davam edəcəyik. Doğru variantımız 30-da da D variantı olacaqdır. The relief workers usually begin to help. Who varsa who'dan əvvəl those istifadə olunacaqdır. Those who cannot do anything for themselves. C variantı doğru variantdır. Humanitar yardım göstərən işçilər, özləri üçün heç bir şey edə bilməyən insanlara kömək edirlər. Usually, adətən kömək etməyə başlayırlar. Digər tərəfə gəldikdə, the workforce and the management get on well together if xəbərim təkdədir. Each digər tərəfindən the other-la davam edəcək. İşçi heyəti ilə rəhbərlik bir-birlə yola getsə, bir-birlərinə hörmət etsə, o zaman onlar yaxşı yola gedərlər. C variantı. Although the hut seemed deserted, Sally was sure, baxmayaraq ki, daxma tərk edilmiş görünürdü. Although, deməli, baxmayaraq daxma tərk edilmiş görünürdü. Ancaq Sally əmin idi ki, deməli, nə götürə bilərik? İçəridə kimsə var. Təsdiq bir şey lazımdır. İçəridə kimsə var. O zaman no one-ları ataq. Anyone, anything deyə bilmirik. Anyone istənilən hər hansı bir kəs mənasını ifadə edir. Amma bizə nə lazımdır? Kimsə var. Ona görə doğru variantımız C variantı. Digər tərəfə gəldikdə isə she knew something was wrong. O bilirdi ki, nəsə bir şey yanlışdır. But there were no signs of violence. Amma zorakılığa dair heç bir iz yox idi. Okay. 33. Cümlədə boşluqdan sonra sifət var. Sifət varsa it is, it apostrof s-lə geri dönüş edəcək. It's hard to believe that sophisticated pictures were made by a young child. Belə mürəkkəb bir şəklin balaca bir uşaq tərəfindən və ya gənc bir, yəni balaca bir uşaq tərəfindən çəkildiyinə inanmaq çətin bir məsələdir. O zaman nə ilə davam edəcəyik? Belə mürəkkəb bir şəklin. Bütün mürəkkəb şəkilləri mi deyirik, yoxsa belə mürəkkəb bir şəklin mi deyək? Yaxşı, saxlayaq, C-də qalsın, D variantı da qalsın. Digər tərəfə gəldikdə isə the richness of Asia's culture is reflected in boşluqdan sonra isim var. İsim varsa asılı gəlik əvəzi olar. O zaman D variantı doğru variantımız olacaqdır. Asiya mədəniyyətinin zənginliyi onun incəsənətində və ədəbiyyatında əks olunur. Birinci tərəfə gələndə də bütün mürəkkəb şəkillərin gənc bir oğlan tərəfindən, gənc bir uşaq tərəfindən çəkildiyinə inanmaq çətin məsələdir. D variantı. He thought he would get the contract, but a business competitor of deməli, o düşünür ki, o müqaviləni alacaqdı. Ancaq onun of-dan əvvəl isim varsa, of-dan sonra bizə yerik əvəzliyi lazımdır. Və onun iş yoldaşı, onun rəqibi deyiriksə, o zaman bizlə geri dönüş edəcək. Digər tərəfə gəldikdə, the class is too small, it's going to be cancelled. Variantı. 35. Some sayıların qarşısında gələndə nə bildirəcək? Təxminən mənasını bildirir və zərf, yəni adverb funksiyasında çıxış edir. 36. Cümlədə olan səhvi tapırıq. Baxın, burada leaves xəbərdir. Xəbərin qarşısında whom gələ bilməz. Xəbərin qarşısında ya who olar, ya da that olar. Vergül olduğuna görə sadəcə who olar. Səhvimiz 1-dir. Bir də isə a number of, deməli, of-dan sonra z-yə ehtiyac yoxdur. Çünki birləşmənin özündədir of. Cəm isim var deyə ənazədə olmayacaq. İç azə yəlik götürüb isim götürər. Azərdə isim götürmür. Sadəcə azə.
Digər tərəfə gəlirik. Beggars isim, cəm isimdir, ənayzə olmayacaqdır. Others özündən sonra isim almır. Yolun digər tərəfi dedikdə o zaman nə götürə bilərik? Ofun əvvəl izə aldığına görə A variantı. Heç tərcümə ehtiyac olmadan ipuçlarından tapılır. 39. According to the instruction, təlimatlara görə dərman qəbul edilməlidir. Nə zaman? Baxaq. That's a take it. Hə, baxın, hər bir gündən bir, ikinci günü, dördüncü günü, altıncı günü. O zaman every azad ifadəsi A variantı. Arada bir gün fasilə verirsən, bir gün içirsən, bir gün fasilə verib, bir gün içirsən və s. A variantı. I'm not a different person. All, okay, all day, all week, bütün həftə. Bunu saxlayıram. Every other day. Hə, digər tərəfdə deyib, boşluqdan sonra isim var. İsim varsa others deyə bilmərək, bunu atacağıq. Next zaman ifadə edən sözlərlə istifadə olunanda z artiklına ehtiyac yoxdur. Bunu da atırıq. Az təm təkcə gələndə özündən sonra cəm isim qəbul edəcəkdir. Azəni də atırıq. Doğru variantı nə olacaqdır? Mən hər həftə, I'm not a different person, yəni every other week, hər bir həftədən bir fərqli insan olmuram. Bir A variantı uyğun variant olacaq. Digər tərəfdə də I was thinking about this, bu haqda düşünürdüm. Keçmiş zaman varsa the other day, keçən gün. A variantı. Edward, mən düşünürdüm ki, bir paket şokolad kifayət edəcək, ancaq kifayət etmədi. Can you buy? Kənlə gələn cümlələrdə nə götürəcək? Sən marketdən daha bir paket ala bilərsənmi? Daha başqa mənasında ən azı. C variantı. Deməli, yanlış lazımdırsa A variantında the store was so busy that every other customer, hər bir müştəri cərgədə gözləməli idi. Niyə? Market çünki dolu idi. Doğrudur, heç bir problem yoxdur. B variantına gəldikdə the old lady had to stop and rest every 2 or 3 steps. Deməli, every özündən sonra say qəbul edib cəm isim götürə bilər. Yəni biz everydən sonra normalda tək isim götürürük. Amma say götürüb cəm isim götürə bilər. Yaşlı qadın hər 2-3 addımdan bir dayanıb dincəlməli idi. Doğru. I told every single student, mən hər bir şagirdə dedim. Every single student hər bir mənasını ifadə edəcəkdir. Bu da doğru, heç bir problem yoxdur. D variantına gəldikdə every birbaşa özündən sonra of götürmür. Amma biz one qoyub of qoya bilərik bir şərtlə ki, ofdan sonra bir təyin edici gəlsin. Of z olmalı idi. Yoxdur deyə D variantımız yanlış olacaqdı. E variantına gəldikdə every go, every sayıla bilən tək isimlərlə işlənir. Bu da doğru. 43-ə gəldikdə where are boşluqdan sonra cəm isim var. Cəm isim varsa others'ləri ataq, isim götürməyəcəkdir. Anayza daha 4 fincan haradadır? Mən onların yalnız ikisini tapdım. Yoxsa digər 4 fincan haradadır? Yaxşı, bunu saxlayaq. Digər tərəfə gəldikdə isə bank sayıla bilən isimdir. Bizə nə lazımdır? Article lazımdır. Qaranlıq olduğuna görə biz çayın digər sahilini aydın görə bilmirdik. Təbii ki, D variantı olacaqdır. 3-ə gəldikdə isə sən bombanın üzərindəki o 3 dənə teli görürsən. Mavi və yaşıl olanı kəsmə. Deməli, 3 dənədən deyir ikisini kəsmə. Yerdə nə qaldı? 1. Demişdik ki, yerdə bir dənə qalanda nə istifadə edirik? Təbii ki, the other. Digərini kəs. Doğru variantımız D variantı. 44. 44-də ipucumuz var, if var. Demişdik ki, if olan cümlələrdə any-onun törəmələri istifadə olunacaqdır və any-onun törəmələri canlıları ifadə edirsə, mütləq ona istinad edən söz əvəzlik cəmdə olmalıdır. Hi verə bilmirik. Doğru variantımız E variantı. Əgər kimsə zəng etsə, they would leave a voice message. Səsli mesaj buraxa bilər. 45-də isə deməli doğru fikirləri biz tapacağıq. Baxaq. Nearly each-dən yox, every-dən istifadə olunur. Ona görə bir səhv. Each time you see, istədiyin hər vaxt. She will look more beautiful each time you see her. Sən onu gördüyün hər bir vaxt o deməli gözəl görünəcəkdir səni. Səni gözəl görünəcək. Each time istifadə edə bilirik, doğru. Every few, every özündən sonra say gətirərsə, few gətirəcəksə, o zaman isim cəm olmalıdır. Yanlış. She visited her mother every single day. Hər gün anasını ziyarət edirdi. Bu da doğrudur. Digər tərəfə gəldikdə isə deməli 2-4-ü doğru variant olaraq götürdük. Digər tərəfə gəldikdə isə
Everyone canlılara, everyone əgər bitişik yazılacaqsa, canlılara istinad eləyir. Canlılara. Deyir, yaxınlıqda 3 dənə malikanə var. Hər birinin tarixi 18-ci əsrə dayanır. Hər biri deyiriksə aralı olan yazacağıq. Everyone aralı yazılan, ayrı yazılan. Həm canlılara, həm cansızlara istinad edir. Amma bitişik yazılan isə ancaq canlılara istinad edir. Ona görə burada cansız bir şeydən söhbət getdiyinə görə everyone ayrı yazılmalı idi. Doğru variantımız A variantı. 46-ya gəldikdə isə cümlədə yanlış olan, artıq olanı götürəcəyik. Nə isə nor, nə isə nor. Özündən sonra of ehtiyac yoxdur. Nə isə özündən sonra of götürüb cəmsim götürər, xəbər təkdə olar. Amma nor gələcəksə orada ofa ehtiyac yoxdur. B variantı yanlışdır. Qırx düzgün olanlara baxaq. My trousers are old. Deməli, trousers cəmdədir. O zaman ikinci tərəfdə ona istinad edən söz cəmdə olmalıdır. I need to buy a new one deyə bilmirik. New ones olar. Ya da a new pair deyərik. Bu yanlış. B variantına gəldikdə ofdan əvvəl isim varsa, ofdan sonra müstəqil yərik həvəsli olmalı idi. A friend of mine bu formada. C variantına gəldikdə I need to buy some more. Some özündən sonra sayılan ismi cəmləyəcəkdir. Pencil sözü cəmlənməli idi. D variantına gəldikdə everydən sonra birbaşa of götürə bilmirik. Amma one götürüb of götürəcəyik. Cəm isim, xəbər isə mütləq təkdə olmalı idi. Bu da yanlış. Doğru variantımız E variantı olacaqdır. All of us. Bizim hamımız. 48. 48-ə xəbərə baxacağıq. Xəbərimiz word cəmdir. Cəmdirsə nə olacaq? İçin xəbəri tək, için xəbəri tək, maçın xəbəri tək olar. Eni istənilən hər hansı bir şey mənasını ifadə edəcəkdir. Eni saxlasaq ikinci tərəfdə temperature təkdə olduğuna görə meni verə bilmirik. Doğru variantımız E variantı olacaqdır. Some of the earliest pieces of pottery were made when people tried to strength basket woven of grass and sticks. Deməli, the earliest piece of pottery. Duluzçuluğun, hansı ki keramikanın ən qədim parçaları deməli istifadə olunurdu. Nə zaman? İnsanlar toxunmuş o səbətləri möhkəmləndirməyə çalışdıqları zaman. Bunu hazırlayırdılar. Çalışdıqları zaman istifadə olunurdu. Digər tərəfə gəldikdə baking the clay at a high temperature. Gil daha yüksək temperaturda bişdikdə change the structure və strukturunu dəyişir. Buna görə də it becomes indestructible. Buna görə də o möhkəm olur, bərkiyir. Doğru variantımız E variantı. 49. 49-a gəldikdə unfortunately this is as they var. Deməli, nə qoya bilərik? Bu ay gecikən 3 uçuşdan hamısıdır deyə bilərikmi, yoxsa hər biridir? İç birbaşa özündən sonra Z götürmür. Bunu götürək. Daha az rastda götürməyəcəkdir. One of-dan sonra zaten Z vardı, ikinci Z-yə ehtiyac yoxdur. O zaman nə götürə bilərik? Deməli, o zaman götürəcəyik ki, one of 3 bu ay gecikən 3 uğurlu uçuşdan biridir. Bəli, təəssüf ki, bu ay gecikən 3 uğurlu uçuşdan biridir. One of olacaqdır. Digər tərəfə gəldikdə isə every one of. Every aralı yazılanda təbii ki, of götürəcəkdir. It will take us hours. Bizim saatlarımız alacaqdır. Nə? Daha detallı şəkildə, hər birini daha detallı şəkildə yoxlamaq. E variantı. 49, 50 daha doğrusu. 50-də and varsa bossla geri dönüş edəcəyik. Və bossun da inkarı neyzədir? None olun inkarıdır. 51 yanlış olan bizə lazımdır. I'll try on all two. To olan yerdə all istifadə edə bilmirik. Boss olacaqdır. All 3 və daha artıq olanda istifadə olunur. Digərləri də doğru olur. 52. 52-də isə I asked the boy if they had broken the window. Mən oğlanlardan soruşdum ki, onlar mı pəncərəni sındırıblar? O zaman və hər biri ya deyəcək özlərini günahlandırdı, ya da ki bir-birlərini günahlandırdı. İndi baxaq. Everyone blame each other. Hər biri digərini günahlandırdı. Onlar themselves özlərini günahlandırdılar. All hamısı
Bir-birini günahlandırdı. Bir də E variantını ataq, digərlərini saxlayaq. Digər tərəfə gəldikdə isə come to your advice. Naturally, I will come to you for advice whenever I feel in need of. Mənim məsləhətə ehtiyacım olanda sənə gələcəm. O zaman advice sözü necədir? Sayılmayandır, düzdürmü? Nan biraz məsləhətə, biraz mənasında burada elə bir dənə sam uyğun gəlir. Onda birinci tərəfdə hər biri digərini günahlandırdı. İçlə verdiyimiz cümlələrə the other-dan davam edə bilirik. Niyə advice-ə görə nan qoymadıq? Çünki müsbət cümlədir. Müsbət cümlədirsə samla geri dönüş edəcəyik. İç, bəli, mübtəda funksiyasına çıxış eləyəndə özündən sonraki ismi atar, təm təkcə mübtəda funksiyasında götürülə bilər. For successful cooperation, teamwork is essential and the members of a team must be support of, deməli, uğurlu komanda işi üçün əməkdaşlıq vacibdir və komandanın hər bir üzvü dəstəkləməlidir. Kimi? Bir-birlərini deyərik də, ya da özləri deyə bilməyəcək, təbii ki, bir-birlərini deyərik. Bir-birlərini deyirsə, each of them də deyə bilməm, təbii ki, one another-dan geri dönüş edəcəm. A few designers are working on the project. Bir neçə dizayner layihə üzərində çalışırdı. And each will come up with some interesting proposals. Və hər biri maraqlı ideyalardan gəlirdi. Və təbii olaraq iddia edirdilər ki, onlarınki ən yaxşısıdır. Nə təkliflər? Bax, bura bizə müstəqil yərlik əvəzliyi lazımdır. Okay. Müstəqil yərlik əvəzliyi varmı? It's-lərdir, cansızlar isnad edəcəkdir. Them obyekt əvəzliyidir. Cümlədə mübtəda funksiyasında çıxış etməyəcəkdir. İçdəki yərlik kimi istifadə olunmur. Doğru variantımız D variantı. His is the best. Yəni onların təklifi ən yaxşıdır. Burada da nə olacaq? Hər biri. Biz dedik ki, iç cümlənin mübtədası funksiyasına çıxış edəndə özündən sonraki ismi ata bilir. Yer sözü varsa nə ilə davam edərik? Bir neçə il keçdikdən sonra yer sözü adətən istifadə olunacaqdır. Meni ilə, amma baxaq görə burada nəyə uyğun gələcəkdir? B, the whole özündən sonra təqsim götürəcəkdir. Digər tərəfə gəldikdə isə birbaşa Z artiklı gəlibdir. Birbaşa Z artiklı gəlibsə, iki dənə ifadə var ki, of olmadan birbaşa Z artiklını götürür. Bir oldu, bir də bozdu. Ona görə ikinci tərəfdə ol, boz olanları saxlayaq. O zaman nə götürəcəyik? Konkret 2 rəqəm olmadığına görə bu satırıq, E variantı doğru variant olacaq. Bir neçə il keçdikdən sonra qərarlaşdırdım ki, gözümün ətrafında olan bütün qırışları götürmək üçün bir əməliyyat keçirməliyəm. Bu qərara gəldim. E variantı. On Sunday they spend, they sözü var. They sözü varsa, whole özün təkcə gəlirsə, özündən sonraki sayılan ismi cəmləyəcəkdir. Onlar bazar günləri onlar vaxtlarını, motosikletlərini təmir edərək keçirirlər. O zaman yenə nə götürəcəyik? The whole, bütün günlərini, all day, bütün günü, the whole day, bütün günü. Bunları ataq. Bunların həqsini qoyuram. 2-yə gəldikdə Ellen'la Joe hər ikisi cümlənin mübtədasından sonra dedik ki, nə gəlib o mənasını gücləndirər? All, both, themselves, miqdar sayı, each və s. Burada da onlarda nə var? E variantı. Hər ikisi balıq tutmağı xoşlayırlar. Nə zaman boş olurlarsa çayın yaxınlığına gedirlər. Aha. Gəldik digərinə. Burada da nəyə diqqət yetirəcəyik? Should learn to respect other people. Uşaqlar digərlərinə, digər insanlara hörmət etməyə gərək ki, öyrənsinlər. Children ümumi mənada istifadə olunacaq. Children deyil isə Z ilə davam edəcək. They need to learn how to treat people, digər insanlarla necə davranmalı. Ümumi anlamda istifadə olunduğuna görə azr olacaq. Digər tərəfdə də isim olduğuna görə aslı yərlik əvəzliyi doğru variantımız olacaqdır. Uşaqlar gərək ki, digərlərinə hörmət etməyi öyrənsinlər. Onların digər insanlara, o cümlədən oyun yoldaşlarına qarşı nəzakətli davranmağı, necə nəzakətli davranmaq lazımdır, bunu öyrənməlidirlər. Doğru variantımız B.
Davam edik 58-dən. They must be way way necə isimdir? Sayıla bilən tək isim. Azra özündən sonra sayılan cəm ismalar deyə bunu ataq. Digər tərəfə gəldikdə rəqəm görürük. Biz rəqəmlərin qarşısında nə istifadə edirik? Təbii ki, sam. Hansı mənanı ifadə edəcək? Təqribən. Bəs burada hansı mənanı ifadə edəcəkdir? Deməli, bu problemin həll etməyin hər hansı bir yolu olmalıdır. Hər hansı bir mənasında bəli, sam sayıla bilən isimlərlə gələ bilər tək formada. Üçdə də həvlə başlayan cümlələrdə eni əvəzinə samdan istifadə edirik. Bu da doğru. 59-a gəldikdə stadium tək isimdir. De azars isim alımı deyə sini ataq. Digər tərəfə gəldikdə isim yoxdur. İsim yoxdursa de aza atılar. İç aza və ananazda bir-birinə deməkdir. Bu da atılar. Niyə olmaz? Mən sizə deyim. Deməli, bu hadisə deyək ki, belə şeylər hər stadionda baş verir. Bizimki də digərlərindən fərqlidir. Digərlərinə deyiriksə de others. 60. I have been looking all over for my friends. Dostumu hər yerdə axtardım. Hər yerdə mənasını ifadə edən everywhere'dir. And a woman, somebody deyəcəyik. Gave him, bir qadın ona bir neçə istiqamət göstərdi. Verdi. A few da nə olacaqdı? Bir neçə mənasını bəli samla vəzləyəcəyik. 61. Jane was eaten by insects. 10 bədən üzvlərindən danışanda 2 hissədən ibarətdirsə iç olmalıdır. Hər ikisində iç olacaqdır. 2-dən artıq olanda isə every ilə geri dönüş edirik. 62 gəldikdə I have seen several Richard'ın bir neçə filmini görmüşəm. Several'ın yeri buradır. Yanlış. Quite a few özündən sonra a few olacaq cəm ismalıq. Doğru. A few'dan sonra of gəlib mütləq təyin edici olmalıdır. These gəlib. Doğru. Xəbər də cəmdir. Bu da doğrudur. Onunla özündən sonra ya a few götürür ya a little götürür. Bu da doğrudur. Yenə a few özündən sonra of alıbsa z artiklını qəbul edib. Xəbər də cəmdir. Bu da doğru. D variantı. 63. Both of these shirts. Both özündən sonra of alıbsa mütləq təyin edici olmalıdır. These gəlib, xəbər də cəmdədir, doğru. Many-dən sonra of qoyuramsa mütləq təyin edici olmalıdır. Aslı gəlik əvəzliyi gəlib, bu da doğru. Any, bəli, xüsusi isimlərlə birləşə bilər. Any of və Erix xüsusi isim olduğuna görə biz orada z artiklını istifadə etməmişik. Doğru, heç bir problem yoxdur. 4-ə gəldikdə isə evin çox hissəsi. Maç özündən sonra of götürüb sayıla bilən tək isim götürəcəkdir. Xəbər də təkdə olacaq. Mənası evin çox hissəsi mənasını ifadə edəcək A variantı. 64. The president is elected. Prezident seçilir. Necə? Hər 4 il. Bəzi ölkələrdə hər 4 ildən bir seçilir. Hər 4 ildən bir. Hər mənasını ifadə edən evri. Digər tərəfə gəldikdə isə nə ilə davam edəcəyik baxaq. Each has much to gain from the other. D variantı. Digər cümləyə gəldikdə isə deməli, Lisa, I'm good to when I drink. Mən içəndə heç kimə qarşı yaxşı olmuram. O zaman nə deyərəm? Heç kim mənasında ya no one olacaqdı ya da ki nobody olacaqdı. Digər tərəfə gəldikdə isə I am the one. Mən o adamam ki, sən özünü mənimlə təhlükəsiz hiss edirsən. C variantı. 66. Deməli, 66-ya gəldikdə people often hide their feelings. İnsanlar tez-tez öz hisslərini gizlədirlər. Deməli, bu tərəfə deyəcəyik ki, heç kim özünü açıb göstərmək, özünü ifşa etmək istəmir. Heç kim. O zaman nobody. Heç kim özünü açıq şəkildə göstərmək istəmir. Niyə? Çünki insanlar tez-tez hisslərini gizlədirlər deyil. 67-yə gəldikdə you destroy, you have here. Digər tərəfə gəldikdə arms, silahlar. Cəmdə olduğuna görə iç sınıflarla geri dönüş edə bilmirik. Silahların özləri zorakılığa səbəb olmur. Özləri mənasında təbii ki by themselves ifadəsi ilə geri dönüş edəcəyik. O zaman birinci tərəf nə olacaqdır? You destroy the one you have here. Yəni sən burada sahib olduğun şeyi məhv edirsən, the one. 68. I look up information sayılmır. Several'ları ataq, getsin. Enini ataq, inkar sualda olacaqdır. Menini də ataq. I look up information about average of American family. Orta Amerikan ailəsi, yəni orta Amerikan ailəsi haqqında informasiyaya baxdım. Bir çox informasiyaya baxdım və yaxud da ki, bəzi informasiyalara baxdım. Və mən müəyyənləşdirdim ki, nəyi
Nəyi müəyyənləşdirdim? Amerikan ailəsi consists of 2-3 children. Amerikan ailəsi 2 və 3 uşaqdan ibarət olur. O zaman doğru variantımız family ünvan large kimi qəbul olunduğuna görə B variantı. 69-a gəldikdə cümlənin birbaşa yanında, yəni mübtədanın yanı boşdur, xəbərdən əvvəl. Mübtədadan sonrakı isə boşdursa nə istifadə edərik? All, both, qayıdış əvəzliyi, miqdar sayıları, bir də each. Hansı var burada? Sadəcə all. Digər tərəfdə word sözü təkdə olduğuna görə another'dan davam etmişik. 70. 70-də uyğunlaşdırıcı Paul, George and Chris are football players. 3 nəfərdən danışır. O zaman nə deyəcəyik? Onların hamısı futbolçudur. 2 nəfər olsaydı both deyədik. 3 nəfər dediyinə görə və təsdiqdə olduğuna görə onunla davam edirik. 1-ə B. İndi variant özü çıxdı. 2-yə gəldikdə Sam is a football player. Sam da Jim. Hər ikisi futbolçudursa, o zaman 2 nəfərdən danışanda both deyirik. Bu tərəfdə də harda gəlibsə, deməli inkarlıqdır. 3 əşya, 3 şəxs. Bunlarda inkarda, təsdiqdə ol, inkarda da nan verdik. 3-ə də olacaq C variantı. B, D, C. Bəli, A variantı. 71-ə gəldikdə we have realized that biz başa düşdük ki, nəyə? Deməli, anything inkar sual cümlələrində olur. Bu anyləri ataq getsin. Ata getdik. O zaman B variantına gəldikdə nə ilə davam edəcəyik? B variantı tərcümə cəhətdən uyğun gəlməyəcək. Biz başa düşdük ki, D variantı ilə davam edək. Heç kim dəyərli bir şey almayıbdır. Heç kim cümlədən nabədi inkar və inkardan sonra eni gəlib. Heç kim dəyərli bir şey almayıb. Doğru variantımız tərcümə cəhətdən də uyğunlaşan D variantı. 72-yə gəldikdə isə then he held me by arm. Qollar iki hissədən ibarət olan bədən üzvüdür deyə bothla geri dönüş edəcəyik. Digər tərəfə gəldikdə boşluqdan sonra isim var deyə nə olacaqdır? Aslı gəlik əvəzləyib my. 2-də isə don't let inkar var deyə inkardan sonra en istifadə edirik. Doğru variantımız A variantı. Və təsdiq cümlələrdə anybody gələr, istənilən hər hansı bir kəs mənasını ifadə edəcəkdir. 73. I got the letter from the man. İki isim arasında nə istifadə edəcəyik? Teacher, wife, dog eyes. İki isim arasında whose istifadə olunur D variantı. 74. You cannot depend on anyone. Canlıları ifadə edir deyə ya who olacaqdır ya da zət olacaqdır. Niyə whom olmaz? Çünki birbaşa özündən sonra xəbər gəlirsə biz whom istifadə edə bilmirik. Digər tərəfə gəldikdə isə isim var. İsim varsa bizə aslı yerlik əvəzliyi lazımdır. Demişdik ki, törəmələr canlıları ifadə edərsə, onlara istinad edən əvəzliklər cəm olmalıdır. Ona görə Z doğru variantımız olacaqdır. 75-ə gəldikdə isə do you have sual cümləsidir. Sual cümləsidirsə, deməli, digər tərəfə gəldikdə boşluqdan əvvəl isim var. İsimdən sonra votlar gəlməz və isimdən sonra cansız olduğuna görə whom da verə bilmirik. Sual cümləsi olduğuna görə eni ilə davam edəcəyik. 76. I like people. Xoşlayıram insanlara. Hansı insanları sorğu sual edən. Deməli, mübtəda canlı ifadə etdiyinə görə və birbaşa xəbər gəldiyinə görə biz ya who ya da zət götürərik. Zət olmadığına görə who ilə davam edirik. Digər tərəfə gəldikdə isə boşluqdan əvvəl isim var. İsim varsa zətlə davam edirik. Üçüncü boşluqdan əvvəl teachers canlı isim var deyə təbii ki who olacaqdır D variantı. 77. Sign the agreement. Müqaviləni kim imzalayırsa, deməli, burada artıq uyğunlaşdıracağıq. Who, cümlə who ilə başlayıbsa, bu olacaqdır. Relative pronoun olmayacaq. Relative pronoun cümlədə isimdən sonra gələndə, məsələn, 2-də guest, qonaqlar. Ondan sonra who gəlibsə, bu olacaqdır nisbə əvəzlik. Bəs yuxarıda birinci nədir? Bağlayıcı əvəzlik olacaq təbii ki. Cümlənin sonunda sual işarəsi varsa, o zaman who burada interrogative pronouns olacaq. C, A, B, C. A, B, C, B variantı. 28-ə gəldikdə isə the most powerful acid isim var və üstünlük dərəcəsi var. Bizə nə lazımdır? Z.
We all have is our mind. Sahib olduğumuz ən dəyərli sərvət bizim ağlımızdır. 2-də yenə idea cansızdır, zət gələcəkdir. Əgər sən başa düşsən ki, pul real deyil, o zaman daha sürətli varlanacaqsa. 3-də də yenə poverty cümlədə birbaşa xəbərin qarşısı, yəni mübtəda funksiyasında olan söz yoxdur. Yenə zətlə davam edəcəyik. Aha. 79-a gəldikdə isə nə deyə bilərik? You have become exhausted these days. Bu günlərdə sən çox yorulursan. Just stop, dayan və düşün. About yourself. Dayan və özün üçün, özün haqqında düşün. Okay. Digər tərəfə gəldikdə isə this is the first house. Sıra sayı var. Sıra sayı olan yerdə bizə nə lazımdır? That. Bu, babamın 1960-cı ildə tikdiyi ilk evdir. C variantı doğru variantdır. 80-ə gəldikdə isə nəyə diqqət yetirəcəyik? Jane lives in a neoclassical house. The doors and windows of evin qapıları və pəncərələri house cansız olduğuna görə və söz önündən sonra deməli zət olmaz zəti ataq və cansız olduğuna görə which ilə davam edəcəyik. Niyə it's olmaz? Burada virgül var. Təyin budaq cümləsidir. Virgül olduğuna görə it's ilə davam edə bilmirik. Amma məsələn nöqtə qoysaydı, okey, o zaman it is istifadə edə bilərdik. 2-yə gəldikdə isə fobiya məntiqsiz şəkildə nəsə bir şeydən qorxmaqdır. Bəli, elə burada da something uyğun variant kimi görünür. She likes working in the study. Face back, cabinet bu tərəfdə də face isim. İki isim arasında nə gələcəkdir? İki isim arasında. İki isim arasında huz olacaqdır. Huzla davam edək. Fərq yoxdur, canlı və ya cansız. İki isim arasında biz huzdan istifadə edəcəyik. Digər tərəfə gəldikdə yenə person, isim, attention, isim. İki isim arasında yenə huz olacaqdır. Deməli, boşluqdan sonra xəbər təkdə gəlib. Was xəbər təkdə gəlibsə, az yəni ataq, az özündən sonra isim istəyəcəkdi. Az isimsiz dedik ki, işləməyəcək cümlə mübtədası funksiyasında adətən istifadə etmirik. Vanlarla davam edə bilərik. Digər tərəfə gəldikdə yenə xəbər var. Each, the, as, or hər birini verə bilirik. Və üçüncü boşluğa gəldikdə bizə nisbə əvəzliklər lazımdır. Boşluqdan əvvəlki isim canlı olduğuna görə bu-ya verə bilmirik. What isimdən sonra istifadə olmayacaqdır. Onda doğru variantımız nədir? A variantıdır. One was my convict and the other was the man who had run away when I saw him near the shelter. Doğru variantımız A variantı. %83'də isə nəyə diqqət edəcəyik? John Warden, all of novels, boşluqdan sonra isim var. İsim varsa və canlılığını ifadə etdiyinə görə, canlı olduğuna görə biz nə ilə davam edəcəyik? Təbii ki, huzla davam edəcəyik. Hekayələri bir çox dillərə tərcümə edilmiş John. Deməli, karyerasına New York'da reklam sahəsində başlamışdır. Digər tərəfə gəldikdə the artificial intelligence is a part of the science about which very little is known and even less is understood. Süni intellektdən danışır ki, elmin bir hissəsidir, ancaq onun haqqında çox az bilinir və çox az başa düşülür. D variant tərkəldir. We finally reunited with our classmates. One of canlıdan söhbət gedir. Canlıdan söhbət gedirsə, o zaman whom-la geri dönüş edəcəyik. Çünki sözünü özündən sonra who qəbul etmir. Whose da ki, özündən sonra isim olsaydı istifadə edərdik. Birbaşa fiil gəlibsə, o zaman whom olacaqdır. Of-dan sonra whom olacaqdır. Digər tərəfə gəldikdə isə I can't tell you what has happened. Nə baş verdiyini indi sənə deyə bilmirəm. Cümlədə mübtəda funksiyasında nə istifadə olunar, deyə bilmirəm nəyi, tamamlıq budaq cümləsidir. Təbii ki, what-la davam edəcəyik. Bağlayıcı əvəzliklə. E variantı. 85-də whose is this dress? Bu kimin paltarıdır. Deməli, burada sual işarəsi olduğuna görə sual əvəzliyidir. 1-1. 2-yə gəldikdə
İki isim arasında gələn whose nə olacaqdır? Nisbə əvəzlik təyin budaq cümləsini düzəldən. 3-ə gəldikdə he was going to tell me, o mənə deyəcəkdir nəyi? Tamamlıq budaq cümləsidir. Tamamlıq budaq cümləsində də whose gəlibsə, bu da olacaqdır bağlayıcı əvəzlik. Mübtəda xəbər, tamamlıq budaq cümlələrində gələn əvəzliklər bağlayıcı əvəzliklərdir. Amma təyin budaq cümləsində gələnlər isə nisbə əvəzlikdir. C variantı. B, A, C. E variantı doğru variantdır. 86'ya gəldikdə the children of parents smoke cümlədə deyək ki, feil var. Feil varsa o zaman mübtəda funksiyasında çıxış edən nə lazımdır bizə? Canlı olduğuna görə ya who olacaqdır, ya da that olacaqdır. Digər tərəfə gəldikdə isə yenə grow up feil var. Feil varsa feilin qabağına nə gətirəcəyik? Yenə canlı olduğuna görə who. Hər iki tərəfdə who ilə geri dönüş edəcəyik. Deməli, valideynləri siqaret çəkən uşaqlar tənəffüs yolu xəstəliklərinə daha çox meyilli olurlar. Hansı uşaqlardan? Siqaretdən uzaq mühitdə böyüyən uşaqlara nisbətən tənəffüs yolu problemlərinə daha çox meyilli olurlar. 87-yə gəldikdə isə she looked up at, o ona baxdı, ancaq o, yəni kişi ona, qadına baxmadı. O zaman bura him qoyacağıq. Digər tərəfə gəldikdə isə herlə davam edəcəyik. 2-də isə I knew, mən bilirəm nəyi? Yenə tamamlıq budaq cümləsidir. Tamamlıq budaq cümləsində mübtəda funksiyasında nə gələr? What. Növbəti dəfə nə baş verəcəyini mən bilirdim. A variantı doğrudur. Some people like the film while. Samla başlayan cümlələr davam edəcəkdir others'la. Sadəcə others olacaqdır. C variantı. The people cümlədə vergül. Vergüldən sonra zətlər gəlməyəcəkdir. Xəbər. Xəbərin qabağında əlavə bir söz var. O zaman nə istifadə edə bilərik? Cümlədə tamamlıq mövqeyində çıxış edən nisbi əvəzlik. Who, that, whom. Vergül olduğuna görə zət atdıq. Yerdə nə qaldı? Who, whom. Hər ikisini qoya bilirik. Amma what-u qoya bilmirik. Niyə? Çünki what isimdən sonra gəlmir. İkinci tərəfə gəldikdə those var. Nə demək demişdik? Cümlədə those varsa mütləq who ilə geri dönüş etməliyik. O da C variantı. 90 uyğun variant bizə lazımdır. Much of the city, şəhərin çox hissəsi su altında qalmışdı. O zaman much özündən sonra sayıla bilən tək isim götürür, xəbərin təkdə olur. Düppədüz. 2-yə gəldikdə these, who'nun qarşısına these yox, those istifadə olunur. Bu yanlış olacaqdır. There must be some way you can relieve the pain. Ağrını azaltmağın hər hansı bir yolu olmalıdır. Some, bəli, hər hansı bir mənasında sayıla bilən tək isimdə istifadə oluna bilər. 4-ə gəldikdə isə you would like deyirsə, o zaman any ilə geri dönüş edə bilərik. Sən istədiyin mövzunu seçə bilərsən. İstədiyin hər hansı bir mənasında, bəli, any təsdiq cümlələrində gəlir. Həmçinin tək isimlə də gələ bilər. İçdən başqa hər biri doğrudur. 91'e gəldikdə I like to get exercise if if I can deyə bilərik. Yəni ikinci tərəfə də baxaq. Knows cümlədə xəbər bilir. Nəyi? O zaman tamamlıq budaq cümləsidir. Tamamlıq budaq cümləsində mübtəda funksiyasında ya who olar, ya da what olar. Həmin o oğlana nə baş verdiyini deyirsə, nə mənasını ifadə edən bizə what lazımdır. O zaman nan təkcə yox, isimlə birlikdə istifadə olunur. Nanı ataq. Bircə dənə cavablarda desək, sual cümlələrində sadəcə nanla cavab verə bilirik. Əks halda cümlənin mübtədası funksiyasında çalışacağıq ki, onu isimlə birlikdə istifadə edək. Daha sonra ola gəldikdə all hər kəs mənası, yəni canlıları ifadə edirsə xəbər cəmdə olmalıydı. Amma burada təkdə dediyi all atacağıq. Doğru variantımız A variantı. Heç kim bilmədi ki, həmin iki oğlana nə oldu? Bildirsə, mən əgər istəsəm, if I can, əgər bacarsam, mən istərdim ki, biraz idman eləyim. Okay, doğru variantımız A variantı. I had an uncle in Germany, inherited. Okay. Vergül var. Vergüldən sonra zət olmayacaqdır. Və cümlədə xəbərin qabağında əlavə bir söz var. Əlavə bir söz varsa istifadə edəcəyimiz nisbə əvəzliklər who, whom, zəti atdıq. Cansız olsaydı which. Amma burada əmisindən danışır deyə
O zaman canlıdır. Canlıdırsa you whom qoyacağıq ya da ki who qoyacağıq. Digər tərəfə gəldikdə I read 3 books last week. Deməli, keçən həftə 3 kitab oxudum. Kitabdan söhbət gedir. Onların birini həqiqətən də bəyəndim. Onların birindən həqiqətən zövq aldım. O zaman nədən? Kitabdan. Biz zəti qoya bilmirik. Niyə? Çünki söz önündən sonra zət gəlməz. O zaman nə olacaqdır? Which B variantı. 93'te ise the professor couldn't imagine he had written the article. Deməli, he-yə görə nə qoyacağıq? Professor təsəvvür edə bilmirdi ki, artiklı o özü yazıb. O özü mənası on his, onu da deyə bilirik və ya by himself da deyə bilirik. Digər tərəfə gəldikdə isə cümlədə birbaşa mübtada yeri boşdur. Mübtada yeri boşdursa nə dedik? Whom istifadə edə bilmirik. Nə olacaqdı? Whoever. Amma kim etmişdirsə təbii ki, çox yaxşı bir iş görmüşdür. Digər tərəfdə whoever. Hər kim etmişdirsə, şübhəsiz ki, yaxşı bir iş görmüşdür. Doğru variantımız deyil. 94'e gəldikdə isə broad stairs is vergül var. Vergül varsa zətlər olmayacaq. Which-lə geri dönüş edəcəyik. Digər tərəfdə yenə vergül var. Zəti atırıq. İsimdən sonra da what gəlməz. Hər iki tərəfdə which. 95'e gəldikdə isə of the teachers. Bura nə qoyacaqsa, deməli, canlı, yəni teachers canlı olduğuna görə ya who ya da zətlə geri dönüş etməliyik, digərini ataq. Və nə qoysaq, həmin o nisbə vəziyin xəbəri, məsələn, who qoysaq onun xəbəri cəm olmalıdır və ya zət qoysaq cəm olmalıdır. Ona görə E variantını ataq. Gəldik baş cümləyə. Bu tərəf baş cümlədir, bu tərəfdə baş cümlənin xəbəridir. One qoysaq baş cümlənin xəbərini are deyə bilmirik. O zaman to qoyuruq. Baş cümlənin xəbəri are, ortada gələn who are isə nisbə vəzlik, o da ki, budaq cümlənin xəbərini yaradacaqdır. They seem really interested in istifadə olunacaqdır. In birbaşa xəbərin də qabağı boşdursa, o zaman what-la davam edəcəyik. What is happening of the program? Digər tərəfə gəldikdə isə airplane, təyyarənin neçə qanadı var? 2. İçlə davam edirik, B variantı. (97'ye gəldikdə boşluqdan əvvəl yenə canlı isim var. Canlı isim varsa isimdən sonra what gəlməz. Üç şanssızlarla istifadə olunur və birbaşa xəbər gəlibsə ya who ya da zət olacaq. Whose olmaz. Atırıq. Digər tərəfə gəldikdə boşluqdan sonra heart isim var. İsim varsa aslı yerik əvəzliyi my da olar, his də olar. Üçüncü boşluğa gəldik. Üçüncü boşluqda deməli boşluqdan əvvəl sizdə canlı isim var. Canlı isim varsa which olmayacaqdır. Nə olacaq? A variantı. Digər tərəfdə də yeni mübtada funksiyasında ay şəxs əvəzliyi ilə geri dönüş edəcəyik. 98. 98'de yanlışı bizdən istəyir. Mr. Jones, who daughter yox. İki isim arasında who'dan istifadə edəcəyik. Bir səhvimiz 1. Digər tərəfə gəldikdə Mr. Johnson, whose daughter studies at Harvard University is a professor and artist. Doğrudur, heç bir problem yoxdur. Bir dənə A. 99. 99'a gəldikdə the child had to sell all of he had taken to the market. Deməli, markete apardığı hər bir şeyi satmalıydı. All of what he had taken to the market. What'la davam edək. Digər tərəfə gəldikdə isə deməli, and for whatever he couldn't sell, he was punished. Və nəyə sata bilmədiyi təqdirdə cəzalanırdı. A variantı. En sona gəldikdə isə 100-cü testimizdə isə nəyə diqqət yetirəcəyik? Deməli, not gəlibsə nə ilə davam edə bilərik? Not all, boşluqdan sonra cəm isim varsa, maçı qoya bilməyəcəyik. Boz təsdiq cümlələrdə istifadə olunur. Ona görə bunu da istifadə edə bilmirik. Onlarla davam edə bilərik, enində saxlayaq. Digər tərəfə gəldikdə isə vergül var. Vergüldən sonra zət olmayacaqdır. Və broad, birbaşa xəbərin qabağı boşdur. Bunu da verə bilmirik. Doğru variantımız D variantı. Not all of the Hawaiian Islands. Heç də Hawaii adalarının hamısı turistik bölgə deyildir. Digər tərəfə gəldikdə isə the blame for this barren area
bu e, nə deyək, qısır torpaqlar, münbit olmayan torpaqların əsas səbəbkarları Avropa sakinləri idi ki, həmin adalara otlayan heyvanlarını gətirən Avropa sakinlərinin günahı idi. Bu formada davam edəcəyik. Belə əziz müəllimlər, bu qədər ümid edirəm faydalı oldu.